Ermənistan ikinci prezidenti Robert Koçaryan və oğlu Sedrak Koçaryan dövlət əmlakını vəzifə səlahiyyətlərindən, imkanlarından istifadə edərək bazar qiymətindən aşağı qiymətə əldə etməkdə şübhəli bilinərək saxlanılıblar. Onlar Korrupsiyaya qarşı mübarizə komitəsinə aparılıblar. Ermənistan mətbuatı yazır ki, cinayət işi üzrə onlarla ünvanda axtarış aparılıb. Axtarışlar Robert Koçaryanın və parlamentdə Hayastan blokunu təmsil edən Levon Koçaryanın evlərində də keçirilib. Korrupsiyaya qarşı mübarizə komitəsinin məlumatına görə iş üzrə ümumilikdə 6 nəfər saxlanılıb. Sedrak Koçaryan barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə vəsatət təqdim olunub. Komitənin məlumatına görə saxlanıldıqdan sonra Robert Koçaryan özünü pis hiss edib və onun üçün təcili yardım çağırılıb. Həkimlər Koçaryanın qan təzyiqinin yüksək olduğunu müəyyən ediblər və o əlavə müayinə üçün tibb müəssisəsinə aparılıb. Ermənistan mediasının məlumatına görə Koçaryan xəstəxanaya Milli Təhlükəsizlik Xidmətinin əməkdaşlarının müşayiəti ilə aparılıb. Koçaryanın ofisi isə saxlanılma